Saç tökülməsində səbəbi çoxdur. Aha. Səbəblərdən biri bütün xəstəliklərin birinci səbəbi 25% genetik faktor. Bu inkar olunmazdır. Bütün xəstəliklərdə bu var. Digər faktorlardan qanda dəmir çatışmazlığı, yəni D vitamininin defisiti və dəmirin defisiti deyərdim. Çünki müraciət edən xəstələrin əksəriyyətində, yəni bir var normanın aşağı sərhədi, bir var artıq defisit deyirik, tamamilə çatmamazlığı. Stres saç tökülməsində böyük faktordur. Mən öz araşdırmama görə, yəni az yaşda 20-30'lu yaşlar arasında müraciət edən çox pasiyent oldu. Eyni ərəfədə mən onları hər zaman dediyim kimi anamnez toplarkən müşahidə etdim ki, onların əksəriyyəti Vətən müharibəsi iştirakçılarıdır. Çox böyük stresdən sonra, yəni və tarix eyni tarixə dayandı ki, bundan başladı doktor, bundan qaynaqlandı və yaxud evində, ailəsində bir ağır itki, cavan bir itki verən pasiyentlərdə, yəni stres də burada çox böyük bir faktor. Yəni tibbdə yazılmağı da ayrı, yəni öz təcrübəm də mənim üçün artıq burada böyük əhəmiyyət kəsb edir. Və hormonal pozuntular və androgen mənşəli saç tökülmələri. Artıq biz pasiyentə baxanda tökülmə hardan başlayıb? Artıq bilirik ki, hormonal mənşəli tökülməyə oxşayır, amma oxşamaqla diaqnoz qoya bilmərik. Mütləq şəkildə analizlərə əsasən diaqnoz qoyulur, amma müalicə taktikamız belədir. Həftə bir dəfə saça klinikada prosedur olunmalıdır. Evdə yazılan dərman maddələri ayrı. Burada 70% deyərdim ki, inyeksiya təşkil edir. Digər 30% evdə içdiyi dərman maddələri analiz əsasən, 10% isə burada şampunların, spreylərin bəli bir rolu vardır. Amma o, yəni tək şampunla, spreylə düzələn bir şey deyil və yox tək dərman maddəsi ilə. İnyeksiyamız isə saç tökülməsində mezoterapiya, biorevitalizasiya önəmlidir. Amma artıq alopesiya dediyimiz, yəni dazlıq, lokal olaraq bir nahiyədə və yaxud bütün dazlıq varsa, burada artıq böyümə faktoru egzazomlar olan və ya kök hüceyrənin özü də istifadə edib yeni tüklərin çıxması üçün mütləq şəkildə mezoterapiya ilə yeni tükləri çıxara bilmərik. Ona görə pasiyentə individual olaraq müalicə sxemi hazırlanır. Təxmini 2-3 ay ərzində həftə bir dəfə klinika şəraitində inyeksiya olunur və tam nəticəmizi əldə edə bilirik. Əla, möhtəşəmdir həqiqətən də. Baxın, detallı izah, açıqlama, peşəkar işini bilən mütəxəssis bax budur, dəyərli izləyicilərimiz. İstənilən vaxt yaxınlaşın, nömrələrini ekranda görürsünüz, sosial şəbəkə ünvanlarını görürsünüz və suallarınız varsa birbaşa Səkinə xanımın özünə ünvanlaya bilərsiniz. Canımız, səhhətimiz, sağlamlığımız, gözəlliyimiz, beynimiz hər şeydən üstündür. Bu həyata bir dəfə gəlirik, sağlam yaşamalıyıq. Özümüzü ən etibarlı əllərə təqdim etməliyik ki, bir yanlış olmasın. Bəli, bəli.